Bəzən belə düşünülür ki, həkimlər xəstənin ağrısını, dərdini tam anlamır. Sizcə bu fikir nə dərəcədə doğrudur? Həkimlər doğrudan da soyuqqanlı olur, yoxsa bu onların peşə borcu naminə taxdıqları bir maskadır? Yoxsa ki, həkimlərin öz peşə davranışlarına görə duyğularını göstərməməsinin nəticəsidir? Çox belə maraqlı bir, iki başlı bir sualdır. Mən də iki başlı suala iki başlı cavab verəcəm. Birinci növbədə o sualın açıqlaması, həkimlər ümumiyyətlə soyuqqanlıdırlarmı? Yox, həkimlərin emosional zəkası üstündür. Yəni, impulsiv deyirlər, emosional deyirlər. Hər bir situasiyaya o əziyyət çəkmiş pasiyent kimi reaksiya verməliyikmi? Yəni, sualın cavabı budur. Bəyəm, ağrıyanla ağrımalıyıqmı biz? Ağrının intensivliyi var. Həkim o ağrının intensivliyinin kriterlərini bilir. Artıq o intensivlik ağrının 10 ballıq cədvəl üzrə qiymətləndirir. Bu insanın ağrısı 3 ballıqdırsa 3 ballıq preparat yazır. Amma qarşı tərəf deyir ki, yox, mən ölürəm. Yəni, ölürsənsə, niyə yaşayırsan o zaman? Yəni, sənin öldüyü həkim müşahidə eləmir. Buna da laqeydlik və soyuqqanlılıq demək, bu absurd bir şeydir. Yəni, iki başlıdır. Qarşı tərəfin ağrısı onun üçün 10 baldır, həkim üçün 3 baldır. O insan ömründə o ağrı ilə rastlaşmayıb, amma bu həkim, bu soyuqqanlı deyilmiş həkim, deyilən həkim, bu isə hər gün o ağrı acı ilə rastlaşır deyə artıq onun üçün qışqırıb deməsən ki, mənim 10 ballıq ağrım var, sən mənə niyə dəstək və yardım göstərmirsən, mən axı ölürəm burada deməsi, bu onun subyektiv düşüncəsidir. Həkimin soyuqqanlığı isə, yəni onun 10 ballıq deyil, 3 ballıq ağrısına görə soyuqqanlı durur. Və o düşünür ki, mən ağrıyıramsa, hər kəs ortalıqda panikaya düşməlidir, hayküy salmalıdır, hər bir tərəfə qaçmalıdır. Kimsə nəsə davamlı olaraq, yəni bu qarşı tərəfin tələbləridir. Amma normalda həkim soyuqqanlıdırmı? Yəni heç də deyil, həkim adekvatdır sadəcə, soyuqqanlı zat deyil. Yəni soyuqqanlı odur ki, sən bir baş verən hadisəyə areaktiv qalasan, bir də var baş verən hadisəyə adekvat reaksiya verəsən. Yəni soyuqqanlılıq bu sayılmır ki, yəni hadisələr zamanı sadəcə öz rahatlığını və yaxud da sakitçiliyini pozmayana soyuqqanlılıq deyirik. Amma həkimlər sakitçiliklərini pozmurlarmı? Yox, həkimin sakitçiliyi pozur, sadəcə belə deyək də, hər bir zəhərin dozası var, hər bir belə deyək də, qəbul edildiyimiz qidanın da dozası var və həkimin də soyuqqanlılığının və ya sakitçiliyinin bir qədəri var, dozası var. Yəni, o hər xəstəyə individualdır. Birinə ola bilər ki, bəli, həkim ürək masajı eləyər, cani dildən, ürəkdən. Bu, onun durumuna bağlıdır. Nə qədər kritiksə ürək dayanıb, biz ona süni, daha doğrusu, ürək ağziyər masajı eləyirik. Kardiopulmonar reanimasiya deyirik. Bu xəstəyə bu gərəkir. Onu eləyən də həkimdir. Yalandan koridorda qışqırıb, yalandan deməyək də, öz eləyir ki, məni də, neyim, səni də masaj eləyim, süni ventilyasiyaya mı qoşum, yəni. Mən ağrıyıram, yıxılmışam, mənə baxan yoxdur, bunlar necə soyuqqanlıdırlar, bunlar necə səhlənkardır. Təbii ki, belə subyektiv düşüncələr var, amma bu bizim cəmiyyətə məxsusdur. İnandırım sizi, digər cəmiyyətlərdə belə hallar az rast gəlinir.